Salam əziz altıncılar. Rəqslərin dili mətni ilə davam edək. İlk sualımıza baxaq. İlk sualda deyir ki, bədən dili dedikdə biz nə başa düşürük? Bədən dili nədir? Yəni insan söz işlətmədən öz fikrini, öz hisslərini, düşüncələrini jestlərlə, yəni əl, sonra mimikalarla, yəni əl-qol hərəkətləri ilə, öz baxışları ilə, öz bədən hərəkətləri ilə ifadə edə bilir. Məsələn, gülümsəməklə sevincimizi ifadə etmək olar, qaşları çatmaqla narazılığımızı ifadə edə bilərik. Sonra deyir ki, sizcə danışıq olmadan, yalnız jest və mimikaların köməyi ilə başqalarına informasiya, yəni məlumat ötürmək olar? Əlbəttə, yəni danışıq olmadan da insan jest və mimikanın köməyi ilə başqalarına informasiya ötürə bilər. Məsələn, başını yelləməklə. Bu nə deməkdir? Bəli, düzdür. Yaxud əl yelləməklə sağollaşmağın bir ifadəsidir. Yaxud əlvida deməkdir. Yəni, biz bu formada düşünə bilərik. Rəqslərin dili mətnini mən oxumuram. Bu mətnin məzmunuyla siz tanışsınız. Və mətn üzrə istəyərdim ki, tapşırıqlara biz baxaq. Tapşırıqlara baxaq. Demək, görək tapşırıqlarımız da hansılardır. Burada həmçinin bir çox ifadələr var. Yəni, bunların mənalarına diqqət edək. Mətndə işlənmiş ifadələrdir. Görək bunlar nə deməkdir. Məsələn, burada verib istisna. Birinci ifadəmiz, söz boğçasından. İstisna nədir? Ümumi qaydadan çıxma. Ümumi qaydadan kənara çıxma deməkdir. Hava sözü bilirsiniz ki, bir neçə mənanı ifadə edə bilər. Məsələn, var, yəni bizim udduğumuz hava, bir də hava var. Məsələn, musiqi havası, oyun havası. Sonra var burada mesaj sözü. Mesaj nə deməkdir? Bunların mənalarına diqqət etmək lazımdır. Yəni, birbaşa əlaqədə olmayan şəxsə ünvanlanan xəbər də ola bilər. Yaxud elektron məktub mənasını ifadə edə bilər. Aydındır. Sonra burada verib ismət. İsmət sözü hansı mənanı bildirir? İsmət də ki, yəni namus, həya, abır mənasını ifadə edə bilər. Yaşmanmaq nə deməkdir? Yaşmanmaq ifadəsi də maraqlı ifadədir. Demək, kişilərdən gizlənmək məqsədi ilə yaşmaqla öz üzünü örtmək. Bu formada verilmək olar. Tərəkəmə nə deməkdir? Tərəkəmə də demək, türk sözü olub. Tərəkəmənin mənasını biz belə ifadə edə bilərik. Keçmişdə ölkəmizdə köçəri heyvandarlara verilən addır. Yəni, köçəri heyvandarlara verilən ad kimi də işlətmək olar. Sonra var yapıncı. Yapıncı nə deməkdir? Bu sözün də mənasından baxaq. Yapıncı. Yapıncı da yəni basılmış keçi yunundan, keçə dedikdə hazırlanan qolsuz, uzun, enli bir geyimdir. Tərəf sözünün hansı mənada işlənir? Tərəfində çoxlu mənalar ola bilər. Tərəf demək sözü, məsələn, bir şeydən hər hansı istiqamətə doğru yerləşən sahə mənasında ola bilər. Yəni, yer mənasında ola bilər. Bir şeyin kənarında yerləşən kənar, yəni sahə. Sonra hər hansı bir səbəblə bir-birinə qarşı duran şəxs, bir tərəflərdən biri, tərəflərin mübahisəsi belə də vermək olar. Bir də var burada, həm də ki, burada bu tərəf müqabil anlayışları bir-birinin sinonim kimi verilib. Bunlara biz belə də yanaşa bilərik. Yəni, qarşı tərəf, üzmə baxan tərəf, şəxs, aydındır. Mənalarını bu formada vermək olar. Söz ehtiyatı, demək, B tapşırığına baxaq. Söz boğçasında verilmiş hansı sözün izahı mətndəki mənasına uyğun deyil? Buna diqqət edək. Deyir ki, söz boğçasında verilmiş hansı sözün
izahı mətndəki mənasına uyğun deyil. Burada demək, hava sözü, yəni mətndə işlənmiş mənada deyil. Məsələn, mətndə tutaq ki, musiqi yaxud da rəqs havaları belə deyək də, o məzmunu ifadə eləyibsə, bu amma C variantında verilən hava yer atmosferini əmələ gətirən qazların qarışığı mənasında işlənmiş olub. Digər mənalar ilə mətndəki mənalardır. C tapşırığına baxaq. Deyir, istisna və müstəsna sözlərinin izahlarını oxuyaq. Bu sözləri leksik və qrammatik baxımdan müqayisə edir. Leksik baxımdan bilirsiniz ki, əziz şagirdlər, bu onun ifadə etdiyi mənanı deyir. Qrammatik baxımdan isə hansı nitq hissəsini ifadə etdiyini deyir. Məsələn, istisnanın qarşısına yazıb isim. Qrammatik mənası nədir? İsimdir. Müstəsnanın qrammatik mənası nədir? Sifətdir. İndi leksik mənalarına baxaq. Baxaq. Deyir, ümumi qaydadan kənara çıxan, başqalarından fərqlənən varlıq, hadisə. Tutaq ki, biz belə deyək də, biraz sadə dillə deyək. Biz bir qaydaya baxırsınız. Deyirik ki, məsələn, Azərbaycan mənşəli sözlər ahəng qanuna tabedir. İstisna halda filan sözlər tabe deyil. Həmin sözlər qaydaya tabe olmur da, ümumi qaydadan kənara çıxır. Belə yanaşırıq. Müstəsna isə bu qeyri-adi, fövqəladə, başqalarına bənzəməyən, başqalarından seçilən mənalarını verir. Demək, hər ikisinin leksik mənası da fərqlidir və qrammatik mənası da nədir? Fərqlidir. Və biz də buna belə yanaşmalıyıq. Sonra, kontekstdən asılı olaraq nöqtələrin yerinə istisna və ya müstəsna sözlərini işlətməklə cümlələri oxuyaq. Deyir, məsələn, Azərbaycan musiqisinin inkişafında Üzeyir Hacıbəyovun yəqin ki, burada misilsiz, fövqəladə, qeyri-adi rolu var. Yəni, burada müstəsna rolu var deyə bilərik. Yəni, çox əhəmiyyətli mənasında. İkinciyə baxaq. Türk mənşəli sözlərimiz və fikir verirsiniz, ahəng qana tabe olur. İldırımdır, ilandır. Bu sözlər isə, yəni, nədir? İstisna təşkil edir. Yəni, onlar tabe deyirlər. Görürsünüz. Davam edək. Mətndən seçilmiş aşağıdakı cümləni hansı cümlə ilə biz əvəz edə bilərik? Baxaq. Mətndən gətirilmiş cümlənin biz daha necə ifadə edə biləcəyimizi müəyyənləşdirək də. Bir Azərbaycan milli rəqsləri də bu mənada istisna deyil. Hansı fikir verə bilərik bura? Əlbəttə ki, eyni fikirləri Azərbaycan milli rəqsləri haqqında da söyləmək olar. Yəni, bu cümləni, verilən cümləni bax, bu cümlə ilə əvəz edə bilərik. Keçək növbəti tapşırığımıza. Biz nə anladıq mətndən? Mətnə diqqət edəsək, demək, burada Tarantella rəqsinin adı nə ilə bağlı olub? Buna diqqət edək. Mətndən də bizə məlum olur ki, rəqsin adı tarantula hörümçəyinin sancması nəticəsində yaranan tarantizm xəstəliyi ilə bağlıdır. Mətndə hansı Azərbaycan rəqsləri haqqında danışılır? Məsələn, mətndə bizim 3 milli rəqsin adı çəkilir də. Yallıdır, sonra çobanlardır və naz eləmə. Bunları xüsusi qeyd edə bilərik. Əlavə olaraq biz Xan Çobanı, tərəkəmə rəqslərinin də adını qeyd eləmiş olaraq. E tapşırığı ilə davam edək, uyğunlaşdıraq. Görək, çobanlar rəqsi ilə bağlı hansını vermək olar? Qədim türklərin qoyunçuluqla məşğul olmasını uyğunlaşdıra bilərik. Sonra 2-də yallı rəqsini, yallı indi oynanılırsa, ki, oynanılırdı, düzdür, birlik və həmrəylik məzmunu ifadə edir. Və 3-cüdə də naz eləmə, Azərbaycan qadınına və kişisinə xas olan keyfiyyətləri özündə ifadə edir. Tapşırığı ilə davam edək. İnternet resurslarından istifadə eləməkdə Azərbaycan rəqsləri haqqında araşdırma aparın və vacib məlumatları qeyd edin. Bu tapşırıq da çətin tapşırıq deyil, yəni bir araşdırma tipli tapşırıqdır. Məncə bunları yazmaq olar. Yəni bunları yazanda nəyə diqqət edərsiniz? İnternetdə yazırsınız, yəni Mirzəyi rəqsi haqqında məlumat, araşdırma, yaxud da qaytağı haqqında məlumat özü gəlir. Bunlara yəni biz plan kimi yazsaq daha yaxşı olar. Məsələn,
rəqsin tarixi, yaranma yeri haqqında məlumat, rəqsin adı, rəqsin mövzusu, yaratdığı hiss və verdiyi mesaj, rəqsin ən yaxşı ifaçısı, ən yaxşı ifaçıları, milli, yəni həmin filan rəqsin məsələn hansı milli geyim formasından istifadə olunur, hansı hərəkətlər icra olunur və hərəkətlərin mənası nədir? Aydındır. Bu tip başlıqlarla hərəkət eləsək, bizim araşdırmamız həm məzmunlu olacaq, həm də fikir bizə aydın olacaq. Demək, düşün və cavab ver. Rəqslərin dili mətnini yazmaqda müəllifin məqsədi nədir? Demək, əlbəttə ki, müəllifin məqsədi burada nə ola bilər? Yəni, bu mövzu ilə bağlı, həm də deyir ki, burada seçimi əsaslandıraq, mövzu ilə bağlı ümumi məlumat vermək, irəli sürülən fikri arqumentlərlə əsaslandırmaq, mövzu ilə bağlı fikri nümunələr əsasında izah eləmək. Siz, əziz şagirdlər, oxuduğunuz mətnin məqsədini öz üçün müəyyənləşdirirsiniz və həm də siz anlamalısınız ki, müəllifin məqsədini çatdırmaq üçün hansı mətn tipinə üstünlük verilir. Yəni, mətnlər var, informativ mətindir, yəni məlumat verici mətindir, mətnlər var, arqumentativ mətin, yəni daha doğrusu mühakimə tipli mətnlər, fikir yürütmək. Bir də var, yoxsa izah edici mətnlər. İndi tapşırıqda qara şriftlə verilmiş sözlər bizə çox kömək eləyir. Yəni, sizin əsas burada diqqəti yönəltməyiniz, diqqəti bu qara hərflərə verilmiş sözlərə yönəltməyiniz daha məqsədə uyğundur. Yəni, müəllif rəqslər haqqında sadəcə məlumat verir, yoxsa nəyisə sübut etməyə çalışır, əsaslandırır, yoxsa rəqslər haqqında fikir deyib, həmin fikri izah edir. Yəni, siz bunların hər hansını birini seçməkdə sərbəstsiniz. Yəni, bizə ola bilər ki, rəqslər haqqında ümumi məlumat verirlər. Məsələn, şagirdlərdən biri bunu seçir və deyir ki, bəli, filan rəqslərin adını çəkir, filan rəqslərdə nədən söhbət gedir. Aydınmı? Yaxud da hansısa şagird C variantını seçir, mövzu ilə bağlı fikir nümunələr əsasında izah edir. Yəni, mətni hazırlayan müəllif mövzu ilə bağlı, belə deyək ki, yəni rəqslər haqqında bizə mətn təqdim edib və həmin mətndə də rəqslərin adını çəkib və həmin rəqslər haqqında bizə, belə deyək ki, onların mahiyyəti haqqında məlumat verib və onları şagird özü də izah edə bilər. Yəni, bu formada yanaşmağımız daha doğru olar. Seçimdə siz sərbəstsiniz. B variantı tapşırığına baxaq. Aşağıdakı fikirlər hansı mətninə aiddir? Danışan ilmələr mətni var, bir də rəqslərin dili mətni var. Diqqət edək. Yəni, burada məsələn, danışan ilmələr, buna verə bilərik, müəllif mövzu ilə bağlı müxtəlif fikirlər olduğunu qeyd edir. Yəni, danışan ilmələr haqqında biz bunu verə bilərik. Sonra, 2-də, mətndə müəllifin fikrini şübhə altına alan heç bir fikir verilmir. Buna verə bilərik, rəqslərin dili mətnini verə bilərik. Doğrudurmu? Müəllif öz fikrini əsaslandırmaq üçün arqumentlər, sübutlar gətirir. Bunu biz danışan ilmələrə verə bilərik. Yəni, 3 anı göstərək. Növbəti, 4-cüdə isə müəllif fikri izah etmək üçün nümunələrdən istifadə edir. 4-də də biz B variantını göstərə bilərik. 5-ci fikrə baxırıq. 5-ci fikir nə deyir? Müəllifin əsas məqsədi irəli sürdüyü fikri izah eləməkdir. Bunu verib, B-ni verək, demək, məzmunun əsasən hərəkət edəcək. Bunu verərik rəqslərin dilinə. Demək, bizim bundan əvvəlki tapşırığımızda da, görürsünüz, müəllifin əsas məqsədi irəli sürdüyü fikri izah eləməkdir. Orada yuxarıda C tapşırığının isə var idi belə bir məqam. Görürsünüz, bunu rəqslərin dili mətni ilə əlaqələndirmək olar. Sonra, müəllifin əsas məqsədi oxucunu öz fikrinə inandırmaqdır. Bunu da verərik danışan ilmələrə. Altda da A variantını verək. Yəni, bu A ilə B tapşırıqlarının cavabları. Yəni, B-nin tapşırığını həll edəndə A-da da həmin cavabı tapmaqda B bizə kömək edir. Yazı tapşırığı var. Azərbaycan rəqsləri mövzusunda informativ, yəni məlumat verici bir mətn yazın
yazdığınız mətnin məzmun və struktur baxımından. Yəni, həm məzmuna diqqət edin, həm onun strukturu, yəni abzasların ardıcılığı, məlumatların ardıcılığına diqqət eləmək lazımdır. Və yuxarıda oxuduğumuz mətnlə də müqayisə edək. Yəni, görək bu mətni yazan müəllif necə hazırlayıb? Biz Azərbaycan rəqsləri mövzusunda məlumat verici bir mətn hazırladıq. Görək biz nə qədər yaxınlaşmışıq, nə qədər mövzu yaxınlığımız var bizim. İndi isə diqqət edəcəyimiz növbəti tapşırığımız nədir? Demək, bizim dinləmə mətnidir. Dinləmə 9-a bir dənə qulaq asaq. Pantomim və balet. Teatr sənətinin elə növləri var ki, orada məzmun yalnız jest və mimikalarla ifadə olunur. Bu, pantomim və baletdir. Pantomim tamaşaları adətən qısa olur. Burada aktyor hərəkətlərlə müəyyən bir hadisəni nəql edir, jest və mimikalarla səhnədə baş verənlərə münasibətini bildirib ifadə edir. Beləliklə, o, tamaşaçılara informasiya verməklə yanaşı, onları duyğulandırır, düşünməyə vadar edir. Pantomim aktyorları adətən yüksək bədən plastikasına malik olurlar. Çünki süjetdən asılı olaraq, bəzən akrobatik hərəkətlər etmək lazım gəlir. Tamaşada onların xarici görünüşü xüsusi əhəmiyyət daşıyır. Ona görə də, aktyorları oynadıqları obraza uyğun qrimləyir, onlara xüsusi geyim seçirlər. Bu təbiidir. Çünki danışıq olmayan yerdə obrazın xarakteri daha çox xarici görkəminə görə bəlli olur. 20-ci əsrin əvvəllərində yaşamış məşhur aktyor Charlie Chaplin həm də böyük pantomim ustasıydı idi. O dövrdə filmlərdə aktyorların səsi verilmirdi. Buna səssiz kino deyilirdi. Buna görə də onlar filmin məzmununu yalnız hərəkətlər, jest və mimika ilə çatdırırdılar. Pantomimdən fərqli olaraq, balet müəyyən musiqi əsəri əsasında hazırlanmış teatr tamaşasıdır. Baletdə aktyorlar rəqs hərəkətləri ilə müəyyən bir hadisə haqqında danışırlar. Bu sənət növü özündə musiqi, rəqs və pantomim elementlərini birləşdirir. Buna sinkretik sənət deyilir. Balet fransız sözüdür. Mənası rəqs edirəm deməkdir. İlk balet əsəri 1581-ci ildə Fransada Kral Sarayında nümayiş olunub. Azərbaycanda isə baletin yaranma tarixi 1940-cı illərə təsadüf edir. Azərbaycan baleti böyük bəstəkar Əfrasiyab Bədəlbəlinin adı ilə bağlı olsa da, onun ilk cücərtiləri 20-ci illərə gedib çıxır. Belə ki, 1923-cü ildə Bakıda özəl balet studiyası fəaliyyət göstərib. Azərbaycanın ilk balerinası Qəmər Almazzadə baletin sirlərini məhz bu məktəbdə öyrənib. 1939-cu ildə Əfrasiyab Bədəlbəyli Bakı Xoreografiya Məktəbinin ilk buraxılışı münasibəti ilə uşaqlar üçün bir pərdəli Tərlan baletini, bir ildən sonra isə məxsusi olaraq Qəmər Almazzadə üçün Qız Qalası baletini yazır. Beləliklə, Azərbaycan baletinin əsası qoyulur. Sonralar bir çox Azərbaycan bəstəkarları balet janrında əsərlər yazdılar. Qara Qarayevin 7 gözəl, Fikrət Əmirovun Min bir gecə, Arif Məlikovun Məhəbbət əfsanəsi baletləri bütün dünyada məşhur olan musiqili sənət inciləridir. Bugün Azərbaycanda həm pantomim,
həm də balet sənəti inkişafdadır. Bakıda neçə illərdir ki, Dövlət Pantomim Teatrı, eləcə də opera və balet teatrı fəaliyyət göstərir. Əziz şagirdlər, demək siz məktəbdəsiz və biz sağdakı şəklin pantomim, soldakı isə baletə aid şəkil olduğunu müəyyənləşdirdik. Burada nə deyir? Müəyyən edin, mimika yoxsa jest. Buna bir diqqət edək. Buna diqqət edək. Bir dənə buna diqqət edək. Aha. Demək, mimika yoxsa jest. Mətndə də bu haqda danışıldı. Məsələn, burada biz diqqət eləsək, birinci və dördüncü fikirlər, yaşmaqla üzünü örtmək. Bunu vermək olar jestdə. Sonra bir də dördüncüsündə nədir? Papağı gözün üstünə qoymaq. Bunu da verək jestdə. Bu ikidir, gözləri süzdürmə mimikadır. Üzə utancaqlı ifadəsi vermə mimikadır. Bir də qaşları çatmaq da mimikaya aiddir. Pantomim və balet mətnini dinlədik. Mətnə əsasən aşağıdakı hansı şəklin pantomim bunu müəyyənləşdirdik. İndi C tapşırığına keçdik. Maraqlı bir üç tərəfli üç fen diaqramı bizə təqdim olunur. Demək, diqqət edək bura. Bu fikirlərin, məsələn, burada birinci ven diaqramı rəqsə aiddir, ikincisi pantomimaya aiddir, üçüncüsü baletə aiddir. Və burada ikisi üçün ortaq nöqtə var. Burada hər üçü üçün ortaq, məsələn, burada hər üçü üçün ortaq nöqtə var buradır. Düzdürmü? Və belə kəsmə nöqtələri var. Baxaq. Demək, bu bizim C tapşırığımızdır. Buna diqqət edək. Daha qədim janrdır. Bu rəqsə aid. Yəni, bu birincisi rəqsə aiddir. Biri yazıq bura. Sonra, hətta buradan rəngi dəyişdirib yazmaq olar. Demək, daha qədim janr nə oldu? Rəqs. Musiqili dram əsəridir. Bu getsin baletə. 2-dir də bu düzdür. 2-ni yazaq bura. Sonra, jest və mimikadan istifadə olunur. Bu həm rəqsə, həm baletə, həm də pantomimə aiddir. Bu kəsmə nöqtə haradır? 3-ü yazırıq bu hissə. 3 üçün ortaq nöqtə buradır. Sonra, musiqinin olması vacib deyil. Bu pantomimə aiddir. 4-ü yazaq bura. Müəyyən süjetə malikdir. Hadisələri əks etdirir. Süjet nədir? Hər hansı bir hadisənin əvvəli və sonu varsa, bu süjetdir. Demək, süjetə malikdir, hadisələri əks etdirir. Bu, baletlə pantomimə aiddir. Baletlə pantomimin kəsmə nöqtəsi haradır? Bu hissədir. 5-i də yazırıq bura. Və bir də musiqinin müşayiəti ilə ifa olunur. Bu da rəqslə baletə aiddir. Bu 6 da bu kəsmə nöqtə burada axı, düzdür? Rəqslə balet bura. Bu gedir bu hissəyə. Keçək növbəti tapşırığımıza. Növbəti tapşırığımız nədir? Və gəlir artıq bizim dil qaydaları. Numerativ sözlər. Numerativ sözlər biz bilirik ki, müəyyən miqdar sayları ilə isimlər arasında çox zaman işlənir. Yəni, müəyyən miqdar sayı ilə isim arasında işlənən sözə nə deyilir? Numerativ söz. Məsələn, yazıram 1. Məsələn, burada bir sayıdır, müəyyən miqdar sayıdır, adam da isimdir. Bu sayla isim arasında nəfər numerativ sözünü biz verə bilərik. Məsələn, 2 ədəd boşqab, 4 cüt corab. Burada demək ədəd, cüt sözləri numerativ söz kimi işlənib və deyir ki, bu zaman sayla numerativ söz birlikdə nə qədər sualına cavab verir.
2 ədəd nə qədər? 4 cüt nə qədər? Aydındır. Bir çox isimlər cümlədə nümrətiv söz kimi də işlənir. Məsələn, həyətə 2 maşın daş gətirdilər. 2 burada müəyyən miqdar sayı, daş isim, maşın da burada nümrətiv söz kimi işlənir. Amma biz bu maşın sözünü sayla ismin arasında verməsək, ümumi isim kimi işlənəcəkdir. Məsələn, maşın qapıda dayandı, onun maşını var. Bu da artıq nümrətiv kimi işlənməyib, isim kimi işlənir. Hər bir nümrətiv söz adətən müəyyən isimlərlə işlənir. Məsələn, nəfər insan anlayışı bildirir, baş ferma heyvanlarını bildirir, dənə ədəd cansız varlıqları bildirən isimlərlə işlənir. Ölçü vahidi kimi isə biz kilometr, kiloqram sözlərindən istifadə edək. Yəni, ölçü vahidi bildirən, bəli, kilometr, kiloqram sözlərindən biz istifadə edə bilərik. İndi burada birinci tapşırığımız var idi. Bir nümunəyə baxaraq söz birləşmələrində nöqtələrin yeni uyğun sözlər artırın. Məsələn, 1 və su veribdir. Burada nə vermək olar? 1 litr su vermək olar. 3 buğda, 3 dənə buğdaya 3 kiloqram buğda da vermək olar burada. Məsələn, 1 stəkan çay, 3 kiloqram buğda, 3 kiloqram buğda vermək olar məsələn burada. Sonra 2 cüt corab, 4 şiş, məsələn, kebab, 2 dənə, 2 ədəd alma, 3 dəst, məsələn, dəst mebel yaza bilərsiniz. Növbəti. Cümlələrdə fərqləndirilmiş sözlər deyir ki, isimdir, yoxsa nümrətiv sözdür. Nümrətiv kimi necə fərqləndirirdik? Sayla ismin arasında işlənirsə nümrətiv. Bir top parçanı dəyər-dəyərməzdə satdı. Bir say, parça, isim. Bunların arasındakı söz nədir? Nümrətiv sözdür. İdman mağazasından bir top aldıq. Bir sayda almaq feildir. Bu isim olmadı ki. Burada yəni, top sözü özü isim kimi işləndir. 2 göz lazım idi ki, bu gözəlliyə tamaşa etsin. Burada göz isim kimi işləndir. Kənddə 2 göz otaq, 2 say, otaqda isim. Göz özü də isim kimi nə oldu? Üzr istəyirəm, nümrətiv söz kimi oldu, işlənmiş oldu. Süfrədə 2 qaşıq çatmırdı. Burada sayla ismin arasında işlənməyib ki, bu özü isim kimi işləndir. Qaşıq sözü. Qoca çayına 2 qaşıq zoğal. 2 oldu say, zoğal isim. Sayla ismin arasındakı söz nədir? Demək, nümrətiv sözdür. İndi uyğunlaşdırma edək. Bir nəfər adam vermək olar. 5 baş, məsələn, qoyun vermək olar. 3 top parça vermək olar. 6 səbət meyvə, 3 dənə çanta. Nöqtələrin yerinə uyğun gələn nümrətiv sözləri yazaq. Ana oğluna 3 dəst əl dəsmalı, 5 cüt corab, 1 dəst kostyum göndərdi. Ana 3 əl dəsmalı, 3 cüt, bir dəqiqə. Ana oğluna 3 əl dəsmalı göndərdi. Çox yazmaq olar. 3 qutu əl dəsmalı da yazmaq olar əslində. Elə deyilmi? Belə də vermək olar. 3 qutu əl dəsmalı da vermək olar. Sonra verilmiş sözləri həm isim, həm də nümrətiv söz kimi işlədək. Damcı. Məsələn, bir damcı su. Burada nümrətiv kimidir. Deyirsən ki, su damcıları, nə bilim, su damcıları otun üzərində görünür. Burada verdim nə? İsim kimi. Parçanı da vermək olar. Parçanı necə verərik biz? Məsələn, deyə bilərik, bir parça çörək nümrətiv kimi. Deyirsən, parça aldım, oldu isim kimi. Bir vedrə su nümrətiv, vedrə qırıldı isim. Bir torba, nə bilim, şirniyyat. Məsələn, bəzən orada bir torba, nə bilim, bir torba buğda məsələn versən nümrətiv. Torbanı deyir, qapının ağzından götür, olsun isim. Bir ədəd yumurta nümrətiv. Məsələn, deyirsən ki, 5 ədədindən, nə bilim, demək,
ya 15 ədədindən 12 ədədini çıx. Belə verəndə olur isim kimi. Bir qutu meyvə olsa nömrəti söz, deyirsən qutunu qapının ağzından götür, burada olur isim kimi. Hə, bu formada biz nə edə bilərik? Yanaşa bilərik. Başqa tapşırıq məncə qalmadı.